Hə yoldaşlar, bugün danışacağımız mövzu qrammatikanın şöbələrindən biri olan morfologiyanın üçüncü bölməsidir. Yəni, ismi keçdi, sifəti keçdi. Bugün isə say mövzusuna nəzər salacağıq. Baxın yoldaşlar, elə mövzunun adında orada nədən bəhs olunacağı vurğulanır. Say dedikdə hər hansı bir varlığın sayı, onun nə qədər olması, neçə dənə olması nəzərdə tutulur. Biz əşya anlayışını sizindən keçdik. Dedik ki, əşyalar adlanır dilimizdə isimlər. Əşya anlayışının özünü də keçdik və əşya ilə bağlı olan nitq hissələrindən birini də keçmişik. Bu nə deməkdir əşya ilə bağlı olan nitq hissəsi? Yəni, bir var əşyanın özü, bir də onun bağlı olduğu nitq hissəsi. Yəni, özündən sonra əşya tələb edən nitq hissəsi. Yəni, özündən sonra isim tələb edən nitq hissəsi. Sifəti ki, onlardan biri sifət idi. Məsələn, dedik ki, gözəl qız sifətdir. Amma gözəl danışdı sifət deyil. Çünki dedik ki, əşyaya aid olur sifət. Yəni, özündən sonra isim tələb eləyir. Gözəl qızda özündən sonra isim gəlib. Tələb ödənib. Deməli, sifətdir. Gözəl danışdıda isə özündən sonra hərəkət gəlib. Deməli, tələb ödənməyib, sifət deyil. O başqa nitq hissəsi, zərfdir. Keçəndə görəcəksiniz. Onun haqqında məlumat verəcəm. Əşya ilə bağlı olan digər nitq hissəsi də saydır. Say əşyanın, yəni ismin nə qədər olduğunu bildirir. İsmin sayını bildirir. Aydın oldu. Mənasına görə mənaca sayların iki növü var. Mənaca. Miqdar sayları və sıra sayları. Miqdar və sıra sayları. Miqdar saylarının özünün də üç növü var. Müəyyən miqdar sayları, qeyri-müəyyən miqdar sayları və kəsr sayları. Sıra sayının isə heç bir məna növü yoxdur. Bəzən şagirdlərə sual verdikdə, deyəndə ki, sayın neçə məna növü var, elə bu sualın cavabı olaraq deyir, müəllim, müəyyən miqdar sayları, qeyri-müəyyən miqdar sayları, kəsr sayları. Baxın yoldaşlar, bu yanlış yanaşmadır. Necə yanlış yanaşmadır? Çünki sayın məna növünü soruşanda birinci bölgü budur. Bu isə ikinci bölgüdür. Bu sayın məna növü deyil. Bu müəyyən miqdar sayının məna növüdür. Sayın məna növü başqadır, miqdar sayının məna növü anlayışı sualı isə tamam başqadır. Bunlar fərqli-fərqli anlayışlardır. Gəlin indi müəyyən miqdar sayları haqqında danışaq. Görək nə deməkdir? Müəyyən miqdar sayları adından da göründüyü kimi müəyyəndir. Yəni dəqiq saylardır. Müəyyən miqdar saylarının riyaziyyatda xüsusi ifadəsi var, xüsusi yazılışı var. Məsələn, 5 deyirəm, riyaziyyatda xüsusi yazılışı var. 10 deyirəm, riyaziyyatda xüsusi yazılışı var. 10.000 deyirəm, riyaziyyatda xüsusi yazılışı var. Bu və bu tipdə olan riyaziyyatda nə qədər yazıla bilən rəqəmlər varsa, hər biri dilimizdə müəyyən miqdar sayları hesab olunur. Milyon da müəyyən miqdar sayıdır. 10 milyon da, 1 milyon da, trilyon da, nə bilim, milyard da. Bunların hamısı müəyyən miqdar saylardır. Deməyin, müəllim, mən axı milyardı yaza bilmirəm. Sən yaza bilmirsən də. Amma riyaziyyatda axı onun yazılış forması var. Deməli, müəyyən miqdar sayı hesab olunur. Müəyyən miqdar saylarında əsas diqqət eləməli məqamınız numerativ söz anlayışıdır. Numerativ söz anlayışı. Nədir numerativ sözlər, yoldaşlar? Numerativ sözlərin işlənmə məqamı var dilimizdə. Müəyyən miqdar sayları ilə isimin arasında boş yer ki var, burada işlənən söz adlanır numerativ sözlər. Nümunə üçün yazıram. 5 kitab. 5 kitab. Bir də var ki, deyirəm, 5 ədəd kitab. 5 burada nədir? Müəyyən miqdar sayıdır. Kitab nədir? Hansı nitq hissəsidir? Nə kitab? İsimdir. Müəyyən miqdar sayları ilə isimin arasında nə işlənən bu ədəd ifadəsi nədir? Təbii ki,
numerativ söz adlanır dilimizdə. Gəlin indi buna geniş bir izah verək. Aha. Numerativ söz haqqında danışdıq. Dedik ki, numerativ sözlər müəyyən miqdar sayı ilə ismin arasında işlənir. Bunun qaydasını deyəndə yoldaşlar, deməyin ki, sayla ismin arasında işlənir. Bu fikir yanlışdır. Çünki say dedikdə ümumi say anlayışı nəzərdə tutulur. Yəni ora daxildir müəyyən miqdar sayları, ora daxil qeyri-müəyyənlər də, kəsrlər də, sıralar da, yəni bütün saylar daxildir. Axı bütün saylarla da işlənmir numerativ sözlər. Ona görə də qaydanı düzgün şəkildə deməliyik. Müəyyən miqdar sayları ilə ismin arasında işlənir. Deyə bilərsiniz ki, ay müəllim, belə bir şey ola bilərmi? Məsələn, yazıram ki, küçədə numerativ sözlər ümumiyyətlə hansılardır? Yazıram ədəd, dənə, Cüt, nəfər, ay sağ ol, Bucaq da nəfər, var, ha. Bir qucaq gül. dəst, bucaq, metr, ton, kilo. bəli, və s. Bu kimi ifadələr dilimizdə numerativ sözlər adlanır. Deyə bilərsiniz ki, müəllim, əgər numerativ sözdən sonra gələn isim, deyir ya, numerativ sözlər harda işlənir? Müəyyən miqdar sayı ilə ismin arasında işlənir. Deyir, buradakı isim, müəyyən miqdar sayından sonra gələn isim yox olsa, buradakı numerativ söz və yaxud da işlənməsə ümumiyyətlə, buradakı söz yenə də numerativ söz sayılacaq. Belə bir sual ortaya düşə bilər. Məsələn, gəlin bunu indi nümunə üzərində əsaslandıraq. Deyirəm ki, küçədə iki nəfər adam dayanmışdı. Küçədə 2 nəfər adam dayanmışdı. Burada numerativ sözdürmü? Bəli, numerativ söz. Nəyə görə? 2 müəyyən miqdar sayıdır, adam isimdir. Müəyyən miqdar sayının ismin arasında işlənib nəfər sözü numerativ sözdür. Amma əgər burada bu söz olmasa, o zaman necə olacaq? Küçədə 2 nəfər dayanmışdı. Həmin vaxt yoldaşlar, buradakı nəfər sözünü əsla numerativ söz kimi götürməyəcəksiniz. Bəs hansı nitq səsi olacaq? İsim. Aydın oldu? Mütləqdir ki, müəyyən miqdar sayı ilə ismin daxilindəki o boş yerdə işlənməlidir. Biz ona numerativ söz deməyimiz üçün. Əgər bu qayda pozulubsa, deməli orada numerativ söz deyil. Həmin söz numerativlik funksiyasını özündə göstərmir, özündə daşımır. Aydın oldu? Yadınızdan çıxartmayın. Bundan əlavə, deyirəm ki, numerativ sözlərin işlənmə məqamına diqqətlə yanaşmalısınız, diqqətlə baxmalısınız, diqqət ayırmalısınız. Məsələn, siz əgər hər hansı bir varlıq qoşa-qoşa şəkildədirsə, məsələn, əlcək. Əlcək bir dənə deyil ki, bir əlimizdə də taxılır, ikinci əlimizdə də taxılır. Yəni, qoşadır. Qoşa ilə işlənəndə siz cüt mütləq işlətməlisiniz. Məsələn, bir cüt corab. Bir cüt corab dedikdə nə nəzərdə tutulur? Yəni, 2 dənə corab. Biri bu birisi ayağımın, digəri də o birisi ayağımın. Mütləq cüt işlənməlidir burada. Mən burada əgər bir ədəd corab desəm, yanlışlıq etmiş olacağım. Çünki corab sözü cüt şəkildə formalaşan sözdür axı. Cüt şəkildə yaranır. Ona görə də mən mütləq orada cüt ifadəsini işlətməliyəm. Ayaqqabıya da eyni şəkildə cüt sözünü yazmalıyam. Sonra əlcəyə cüt yazmalıyam. Coraba cüt yazmalıyam. Yadınızdan çıxartmayın. Sonra nəfər sözü.
Nəfər sözü şəxslərlə işlədilir. Yəni, adam bildirən sözlərlə nəfər sözü işlədilir. Daha sonra kombin halında olan geyimlər var. Məsələn, kostyum. Ora daxildir onun pencəyi, ora daxildir onun, nə bilim, şalvarı, jileti, köynəyi daxil, nə ayaqqabısı daxildir. Bu tipdə olan ifadələr, sözlər mütləq dəst ifadəsi ilə işlənməlidir. Məsələn, bir dəst kostyum. Qətiyyən mən burada məsələn, deyirsən ki, bazardan gedim, bir dənə kostyum alım gəlirəm. Bu ifadə yanlışdır. Bir dənə kostyum ifadəsində dənə sözü işlədilməməlidir. Nəyə görə? Çünki kostyum kombin halında olan geyimdir. Mütləqdir ki, orada bu ifadə dəst sözü işlədilməlidir. Gəlinlik də eyni şəkildə. Bura daxildir, nə bilim, onun fatası, nə bilim, əlcəyi, onun gəlinliyin özü, onun çantası, nə qədər şey daxildir. Deməli, dəst halındadır bu. Deməli, dəst sözü işlədilməlidir. Bir dənə gəlinliyi alıram, mən 2 dənə gəlinliyi alıram. Burada dənə ifadəsi, bir ədəd gəlinlik, ədəd ifadələri yanlışdır. Aydın oldu. Bundan əlavə, bəs ədəd nə harda işlənəcək? Ədəd sözü, dənə sözləri sinonim numerativ sözlərdir. Bir-birlərini rahatlıqla əvəz edə bilər. Özdə mütləq sinonim olan numerativ sözlərdir. Bir-birlərini istənilən məqamda əvəz edə bilirlər. Və cansız sözlərlə işlənirlər. Bir dənə, nə bilim, qab, bir ədəd qab, bir ədəd qələm, bir dənə qələm, bir ədəd kitab, bir dənə kitab və sair formalarda işlənir. Yadınızdan çıxartmayın. Bundan əlavə, dilimizdə bir sıra sözlər var ki, onlar işlənmə məqamından asılı olaraq müstəqil söz kimi də düşünülə bilər, numerativ söz kimi də düşünülə bilər. Məsələn, maşın sözü. Deyirəm ki, bir maşın portağal həyətdə çürüyüb qalıb. Alan yoxdur. Burada, baxın bu cümlədə, deyirəm bir maşın portağal. Burada maşın sözü numerativdirmi? Bəli. Çünki müəyyən miqdar sayı ilə isimin, portağal isminin arasında işlənib. Və kəmiyyət fərqi yaradıb. Buradakı bu maşın numerativ sözü kəmiyyət fərqi yaradan numerativ sözdür. Nə deməkdir kəmiyyət fərqi yaradan? Kəmiyyət fərqi yaradan numerativ söz o deməkdir ki, oradakı həmin o isim ki var, yəni portağal ismi, numerativ sözü işlədəndə bir mənanı belə deyək, azlığı bildirir. Numerativ sözü, daha doğrusu numerativ sözü işlətməyəndə azlığı bildirir. İşlədəndə artıq onun kəmiyyəti, yəni çoxluğu çoxalır. Məsələn, deyirəm ki, bir portağal, bir də var ki, deyirəm, bir maşın portağal. Deməli, maşın sözü burada nə yaratdı? Kəmiyyət fərqi yaratdı. Və yaxud da deyirəm ki, bir gül dedikdə bir dənə gül nəzərdə tutulur. Amma bir qucaq gül desəm, baxın bu hissəyə qucaq sözünü artırsam, numerativ söz olacaq. Birincisi numerativ sözdür, ikincisi də necə numerativ sözdür? Kəmiyyət fərqi yaradan numerativ sözdür. Bir gül bir dənədir. Bir qucaq gül dedikdə isə nə qədər gül nəzərdə tutulur. Buket sözü də bura daxildir. Bir gül bir dənədir. Bir buket gülə isə nə qədər şey daxildir. Yadınızdan çıxartmayın. Başa sala bildim sizi. Bir tikə çörək. Bəli. Orada numerativ söz kəmiyyət fərqi yaratmadı. Tikə numerativ sözdür, bəli. Amma bir tikə, baxın, qoy bir dənə deyim. Bütün numerativ sözlər kəmiyyət fərqi yaratmır, ha. Məsələn, deyirəm ki, bir tikə çörək, bir tikə çörək. Burada numerativ söz, yəni bu çoxluq fərqi yaratmadı. Əksinə, azlıq fərqi yaratdı. Məsələn, bir çörək dedikdə
bütöv çörəyi nəzərdə tutulur. Amma bir tikə çörək dedikdə, bu çörəyin bu hissəsi, nə bilim, çörəkdən çox xırda bir hissə nəzərdə tutulur. Aydın oldu? Yəni numerativ söz ancaq kəmiyyət fərqi yaradır deyəndə ancaq çoxalanı götürmür. Azala da bilər numerativ söz belə deyirik ifadəyə qoşulanda. Yadınızdan çıxartmayın. Bir də var ki, numerativ sözü artırırsınız, heç bir fərq yaranmır. Yəni orada onun işlənməsi də, işlənməməsi də heç bir kəmiyyətinə təsir etmir. Azalıb çoxalmır. Məsələn, deyirəm ki, bir ədəd kitab. Bir ədəd kitab deyəndə də bir dənə kitab nəzərdə tutulur. Ədədi silirəm. Bir kitab deyəndə də bir dənə kitab nəzərdə tutulur. Yəni eyni şeydir. Numerativ söz burada heç bir kəmiyyət fərqi yaratmadı. Nə azalmadı, say baxımından nə də çoxalmadı. Yadınızdan çıxartmayın. Deyə bilərsiniz, bu balaca bir dənə numerativ sözün nə qədər qayda çıxdı görün burada. Sonra bir dənə də bir şey deyim. Numerativ dilimizdə bəzi sözlər var ki, onlar işlənmə məqamından asılı olaraq numerativ söz kimi götürülə də bilərlər. Müstəqil söz kimi də götürülə bilərlər. Numerativ sözü mən isim deyə bilmərəm uşaqlar. Onun adı ilə numerativ söz. Məsələn, deyirəm ki, bir damcı yağ. Bir damcı yağ. Damcı sözünün altından xətt çəkir və sualı qurur. Verilmiş ifadədə altından xətt çəkilmiş söz nədir? A variantı isim, B variantı numerativ söz. Biz dərhal uşaq götürür bunu, deyir ki, müəllim, damcı, nə damcı? Nə sualına cavab verdi? İsimdir. Yadda saxlayın yoldaşlar. Numerativ sözə sual verə bilməzsiniz. Şayət deyə bilər ki, verilmiş nümunədə numerativ söz hansı nitq hissəsindən ifadə olunmuşdur? Onda siz isim götürə bilərsiniz və A variantını vuracaqsınız. Başa düşdünüz? Amma sözün birbaşa işləndiyi funksiya numerativ söz funksiyasıdır. Əgər şərtdə sizdə numerativ sözün işlənmə məqamını, daha doğrusu altından xətt çəkilmiş sözün nə olduğunu soruşsalar, numerativ söz deyəcəksiniz. Amma altından xətt çəkilmiş söz, nə bilim, çərçivəyə alınmış söz, nə ifadə vasitəsi nədir deyə sual versələr, onda isim götürəcəksiniz. Sonra, bayaqlar dedik ki, dilimizdə bəzi sözlər var ki, onlar müstəqildə ola bilərlər. Numerativ kimi də işlən götürülə bilər. Məsələn, maşın sözü. Deyirəm ki, bir maşın adam. Burada numerativ sözdür. Çünki müəyyən miqdar sayı ilə ismin arasında işlənib. Amma deyirəm ki, mən bazardan yeni maşın aldım. Bu cümlədə maşın artıq numerativ deyil. Stəkan sözü. Deyirəm ki, gəlinimiz yeni stəkanlarını süfrəyə düzdü. Burada stəkan artıq müstəqil sözdür. Amma desəm ki, ciyərim yanır, mənə zəhmət olmasa Allah yolunda bir stəkan su ver. Bir, müəyyən miqdar sayı, stəkan söz, suda isimdir. Müəyyən miqdar sayının ismin arasında işlənən stəkan sözü numerativ sözdür artıq burada. Deyirəm ki, boş qalan yeşikləri səliqə ilə düzdüm. Bir də var ki, deyirəm, bir yeşik alma aldım. Bir yeşik alma numerativ sözdür. O boş qalan yeşikləri sırayla düzdüm ifadəsində yeşik sözü isimdir artıq. Müstəqil sözdür. Yadınızdan çıxartmayın. Sonra gəldik qeyri-müəyyən miqdar sayılar. Bəli? Bir də sual vermək. Buyurun. 100 adamla 100 nəfər adam arasında fərq var. Xeyr, orada nəfər sözündə heç bir şey yoxdur. Kəmiyyət fərqini yəqin deyirsən də, 100 adam da 100 nəfəri bildirir, adamların 100 olduğunu bildirir. 100 nəfər adam da adamların 100 olduğunu bildirir. Nəfər orada heç bir kəmiyyət fərqi yaratmadı. İşləndiyi funksiya da numerativ söz funksiyasıdır. O bayaqlar dediyi bir kitab, bir ədəd kitab. Eyni şeydir bu da. Sonra
Qeyri-müəyyən miqdar saylarına gəldik. Sayın yeganə məna növüdür ki, qeyri-müəyyən miqdar sayları quruluşuna görə sadə də ola bilərlər, mürəkkəb də ola bilərlər, düzəltmə də ola bilərlər. Müəyyən miqdar sayları sadə və mürəkkəb olur, düzəltmə olmurdu. Sıra sayları düzəltmə və mürəkkəb olur, sadə olmurlar. Sonra kəsr sayları tərkibi olur, yəni mürəkkəbin bir qolu. Amma qeyri-müəyyən miqdar sayları sayın yeganə məna növüdür ki, elə bir kaprizi yoxdur da. Deyir mən sadə də ola bilərəm, mürəkkəb də ola bilərəm. Nədir onun adı? Düzəltmə də ola bilərəm. Aydın oldu. Məsələn, deyirəm ki, kim mənə bəla oxuyur, hamısı getsin onun başında tökülsün. Görürsünüz? Burada kim nədir? Əvəzlik. Əvəzlik, Allahım, mən əvəzlik mövzusunu danışıram. Deyirəm ki, az adam olar ki, az adam tapılar ki, mənim dediyimi fikirləşsin. Burada az bir kökdən ibarət olduğuna görə, quruluşuna görə sadə, qeyri-müəyyən miqdar sayı hesab olunur. Amma deyirəm ki, çoxlu adam küçədə oturmuşdur. Çox sözün kökü lu leksik şəkilçi. Ondan sonra az çox yox, bir dəqiqə. Deyirəm ki 2 3 nəfər adam yolda əyləşmişdi. 2-3 mürəkkəb qeyri-müəyyən miqdar sayı. Sadə də oldu, düzəltmə də oldu və mürəkkəb də oldu. İndi diqqətlə qulaq asaq. Miqdar saylarının içərisində, ümumiyyətlə düzəltmə qeyri-müəyyən miqdar sayları larla, lərlə, larca, lərcə, lu və acıq şəkilçisi ilə yaranır. Larla, lərlə, larca, lərcə, lu və acıq şəkilçisi. Larla məsələn 100 müəyyən miqdar sayıdır. Müəyyən miqdar sayına bu şəkilçiləri artıranda olacaq qeyri-müəyyən miqdar sayı. 100 müəyyəndir, yüzlərlə qeyri-müəyyəndir. Sonra 10 müəyyəndir, onlarca qeyri-müəyyəndir. Çox qeyri-müəyyəndir, çoxlu da qeyri-müəyyəndir. Az qeyri-müəyyəndir, azacıq da qeyri-müəyyəndir. Yadınızdan çıxartmayın. Təhlil zamanı bu şəkilçiləri bütöv götürəcəksiniz. Lar, la bu formada götürməyiniz doğru hesab edilmir. Bütöv şəkildə təhlil etməlisiniz. Qeyri-müəyyən miqdar saylarının içərisində bir sıra və bir çox sözləri var ki, bu saylardan sonra bir sıra və bir çox saylarından sonra gələn isim cəmdə olmalıdır. Cəm isim istəyir. Mütləq. Baxın, görün nə yazdım. İsim cəmdə olmalıdır. Ola bilər ki, bir sıradan, bir çoxdan sonra isim gəlməz, sifət gələr. Uşaq da görəcək ki, hə, sifətdə larlər yoxdur. Onu dərhal götürəcək səhv variant kimi. Amma, yəni səhv deyil. Bir sıra, bir çoxdan sonra gələn sözün cəm olması isimə aiddir sadəcə. Digərlərinə aid deyil. Məsələn, deyirəm ki, bir sıra məsələlər. Bir sıra məsələlər. Burada gördünüz, bir sıradan sonra məsələ ismi cəm şəkildə, cəm formada təqdim olundu. Bir sıranın sinonimi bir çoxdur. Rahatlıqla əvəz eləyə bilərlər. Bir çox məsələlər. Yadınızdan çıxartmayın. Aydın oldu? Bəli. Müəllim, qeyri-müəyyən miqdar sayları ilə numerativ sözlər işlənə bilər. Bəli, indi ora gəlirəm. Biz bayaqlar dedik ki, müəyyən miqdar sayları işlənir
daha doğrusu numerativ sözlər müəyyən miqdar sayları ilə işlənir. İndi şagirddə sual yaranır. Qeyri-müəyyən miqdar sayları ilə də numerativ söz işlənə bilərmi? Cavab olaraq deyəcəyik ki, bəli. Necə? Qeyri-müəyyən miqdar saylarının hamısı ilə işlənməyəcək ha. Sadəcə bəzi qeyri-müəyyən miqdar sayları ki var, onlara təqribi, təxmini saylar deyirlər. Məsələn, 5, 6, 7, 8, 9, 10 s. Bu saylar harda gördünüzsə qeyri-müəyyən götürəcəksiniz. Nəyə görə qeyri-müəyyən? Çünki deyirəm ki, küçədə 5-6 nəfər oturub. Bilmirəm 5 nəfərdir yoxsa 6 nəfər. Bax görürsüz fikrimdə qeyri-dəqiqlik var. Deməli qeyri-müəyyəndir. 7-8 dənə alma aldım. Demirəm ha 7 dənə almışam, 8 dənə almışam. Onda müəyyən olar. Amma bu artıq qeyri-müəyyəndir. Çünki bilmirəm 7 dənədir yoxsa 8 dənədir. Bu tipli saylarla numerativ sözlər çox rahatlıqla işlənə bilər. 5-6 nəfər adam, 7-8 ədəd soğan, 9-10 cüt corab və s. Yadınızdan çıxartmayın. Sonra. Gəldik kəsr sayları. Kəsr sayları çox rahatdır. Hə, bir dənə burada bir şey nəzərinizə çatdırım sizin. Bu bir sıra ilə bağlı. Əgər desəm ki, uşaqlar bir sıra əyləşmişdilər. Mən burada bir sıranı say kimi götürə bilərəmmi? Bütöv şəkildə. Xeyr. Çünki burada uşaqlar yəni bir sıra əyləşmişdilər. Yəni bir dənə sıra ilə bu formada əyləşmişik. Sıra ilə əyləşmir. Biri burada, biri burada, biri burada, biri burada. Sıra ilə əyləşiblər. Burada birdir say. Sıra sözü isimdir. Amma desəm ki, bir sıra problemlər hələ də həllini tapmayıb. Bu mənada, bu formada, bu görünüşdə işlənsə isə bir sıra sözü mütləq say kimi götürülməlidir. Yadınızdan çıxartmayın. Sonra gəldik kəsr sayları. Çox rahatdır. Dadə ilə düzəlir. 3-də 1, 2-də 1, nə bilim 5-də 2 və s. kimi sözlər. Kəsr saylarında diqqət eləməlisiniz. Bəzi sözlər var ki, həm kəsr sayı kimi işlənə bilər, həm də cümlədə müxtəlif mənalar ifadə edə bilər. Məsələn, deyirəm ki, bazardan, cümləmə fikir verin, bazardan alma almısan, onda birini mənə ver. Mənə ver. Bu formada cümlə qurdum. Deyirəm ki, sualı da belə qoyuram. Mənə elə bir kəsr sayını mənim üçün elə bir cümlədə elə formada işlədin ki, o sırada kəsr sayının işləndiyini mən dəqiq deyə bilməyim. Baxın, həmin cümlə budur. Bazardan alma almışdım. Bazardan alma almışdın. Onda birini mənə ver. Burada bir var, almanın onda bir hissəsini nəzərdə tutub deyirəm. Yəni 10 dənə hissəyə ayır, onun bir hissəsini mənə ver. Bu mənada başa düşəndə bu olacaq say. Bir də var ki deyirəm, bazardan alma almışdın. O zaman birini mənə ver də nə olar? Mən könlüm çəkdi. Başa düşdük? Onda sözü o vaxt, o zaman mənasında verə bilər. O zaman birini mənə ver, xahiş edirəm. Baxın, gördünüz, dəqiq işləndiyini deyə bilmərəm burada. Yerdə qalan digər nümunələrdə kəsr sayını tapmaq rahatdır. Quruluşuna görə tərkibi olur. Yəni, mürəkkəbin ayrı yazılan versiyasında olur. Və gəldik sonuncu hissi olan sıra sayları. Sıra sayları əşyanın sırasını bildirir. Məsələn, necə düzəlir? Müəyyən miqdar sayına ıncı şəkilçisini artırmaqla düzəlir. Incı, inci, uncu, üncü şəkil. Müəyyən miqdar sayları hansılardır? 1, 2, 5, 10, 15 və s. Bunları ıncını artırmaqla düzəlir. Əgər mən desəm ki, bir müəyyən miqdar sayıdır. Birinci isə sıra sayıdır.
Özdə necə sıra sayıdır? Bir sözün kökü ıncı leksik şəkilçi, yəni düzəltmə olan müəyyən miqdar sayıdır. Amma desəm ki 11 inci. Burada nədir quruluş? 10 bir kökdür, 1 ikinci kökdür. Baxın gördünüz, 2 dənə kök birləşdi. Yəni 2 sözün birləşməsindən yarandı. Incı isə leksik şəkilçidir. 2 sözün birləşməsindən yarandığına görə bu olacaq mürəkkəb sıra sayı. Yadınızdan çıxartmayın. Sayda belə bir qayda var ki, bəzən şagirdlər bu qaydanı yanlış anlayırlar. Deyirik ki, sayı digər nitq hissələrindən fərqləndirən cəhət onun ancaq özündən yaranmağıdır. Yəni bir saya şəkilçi artırıb başqa say yarada bilərəm. Mən isimdən say yarada bilmərəm, sifətdən say yarada bilmərəm, feildən say yarada bilmərəm. Ancaq saya şəkilçi artırıb başqa bir say yarada bilərəm. Deyə bilərsiniz ki, müəllim, elə söz varmı ki, bu qaydanın əksini desin bizə, əksini sübut eləsin ki, başqa nitq hissəsinə də şəkilçi artırmaqla say yarada bilərəm. Belə bir söz var? Bəli, var. Əvvəl, axır, son. Bunlar zərfdirlər. Bunlar zərf hesab olunurlar və bunlara ıncı, inci, uncu, üncü şəkilçi artırmaqla zərfdən say yarada bilərəm. Əvvəlinci, axırıncı və sonuncu. Və deyə bilərsiniz ki, müəllim, əvəzlikdən say yaratmaq mümkündürmü? Deyəcəm ki, bəli, mümkündür. Necə? Filan təyini əvəzliyinə, hər, öz, bütün filan təyini əvəzliyinə ıncı şəkilçisi artırmaqla rahatlıqla mən sıra sayı yarada bilərəm. Əvəzlikdən sıra sayı. Filanıncı. Başa düşdünüz? Bəli, müəllim. İslam, sən də anladın? Ol. Bəli, bəli. Aha. Sonra bir dənə də sıra sayının yazılış forması. Sıra sayları Roma rəqəmləri ilə yazıla bilər. Məsələn, L50-ni, nə bilim, V5-i, I1-i, sonra X10-u, D500-ü, M1000-i. Yəni bunları bilirsiniz onsuz da. Bunlardan sonra C, C, C şəkilçisi artırmaq yanlışdır. Çünki bunların özünün tərkibində o şəkilçi zaten var. İkinci C-yə ehtiyac yoxdur. Beşinci deyə bilmərəm. Və yaxud da necə yazıla bilər bu? Bir yazıb mötərizəni qoya bilərik. Bu doğru versiyadır. Doğru versiyadır. Sonra bir yazıb nöqtə qoya bilərəm. Bu da doğru versiyadır. Birinci deməkdir. Sonra mən burada bir yazıb tire C yaza bilərəm. Bu da doğru versiyadır. Yəni bunların üçü də, yəni bu mötərizə işarəsidir, bu nöqtə işarəsidir. Bunlar sıra sayının qrafika, belə deyirik, sıra sayının şəkilçisinin sxemləşdirilmiş formasıdır. Yəni bu mötərizə də ıncı incini bildirir. Nöqtə də ıncı incini bildirir, rəqəmdən sonra qoyulan nöqtə. Amma mən bir yazıb nöqtə qoyub bir dənə də sual işarəsi, daha doğrusu mötərizə bağlaya bilmərəm. Bu quruluş dilimizdə yanlışdır. Yadınızdan çıxartmayın.